İnsan üçün xeyirli və xoş olan davamlı və faydalı nemətlərə bərəkət deyilir. Dağlar, yağışlar, çaylar, ağaclar, qayalar, mədənlər kimi yer üzünün faydalı olmasını təmin edən dəyərli varlıqlar, xüsusilə insan üçün zərərli olan qidalar bərəkətdir. Mübarək kəlməsi də eyni kökdən gəlir. İnsan üçün xeyirli və faydalı olan şey deməkdir. Maddi mənfəətlərlə yanaşı bizlərə mənəvi zənginlik qazandıran mübarək nemətlər də vardır. Bəzi hədislərdə sahura qalxmağın və insanlara salam verməyin ilahi bir xeyir və feyiz qazandıracağı müjdələnmişdir. Bərəkət insanların həm dünya, həm də axirətə dair qazanc və ya itkiləri ilə bağlıdır. Mömin hər cür xeyrin, nemətin, bərəkət və bolluğun Allahın bəndələrinə bir ikramı olduğuna inanar, dua, niyaz və istəklərində daim ona yönələr. Hər şeyi ondan istəyər və hər xeyri ondan gözləyər. Beləliklə, daxili dünyasında güvən və huzura qovuşar, fayda və qazancı Rəbbinə layiqincə qulluq etməkdə tapar. Onun bu inancı davranışlarına da yansıyaraq kamil bir insan olmasını təmin edər. Kamil insan əlində olanın azlığına və ya çoxluğuna deyil, onun xeyirli olub olmadığına baxan insandır.